Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizim Nəsən verilişinin iştirakçıları Esmira xanım ve Ceyran xanım canlıda dava ediblər. Belə ki, Esmira onlara oyun oynadıqlarını, ev üçün oyuna getdiklərini deyib, həmin görüntüləri sizlərə təqdim edirik. Valla mən səsimi bək çıxartmaq da istəmir. Bax, başını bağladın, gəldin Ceylan. Mən də inandım, yutturdun mənə. Sabahın xeyir sənin. Bəsdir canım, bəsdir. Nə olub Esin? Nə olubdu? Nə olub, əstəğfurullah. İnanma, sən inanma. Mən öləndə inanarsan. Mən ölərəm, ondan sonra inanarsan. Mən öləcəm birinci Ceylan, mən öləcəm. Sən mənim sözümə nə qədər qulaq asmayasın? Sən istəməyənlər ölsün. Sən zəng edirəm, zəng edirəm. Sən istəmirsən məni. Mən sənə nə qədər demişəm Ceylan, nə qədər sənə dedim bu işi eləmə. Az qıçın boyda uşaqların canlılarına nə ölümdü qoşulmuşsan sən? Kimin canlısına ağzına gələni danışırsan. Akşam girdim, yaxşı elədim. Orada 2 dənə ağzı göysək var idi, cavablarını verdim, əcəb elədim. Yerimdən durdum, getdim, girdim, dedim sözümü. Deməyim sözümü. Niyə? Niyə deməyim ki? Niyə mənim haqqıma girirlər? Yaxına durdum, elə hamıdan qəşək sən bilirdin. Orada yaxın dururdum, deyirdilər durma. Aralı dururdum, pisliyirdim, uzaq dururdum mənim başıma gətdiyi oyunlara görə. Aygün mənə az çəkdirib də hamınız bunu bilirsiniz. Düzdürmü? Mənə az zülüm eləyib, mənim qapılarda nə işim var idi? Mənim qarşıya... Ceylan, mən bir dənə onu bilirəm, mən bir dənə onu, siz onu oynayırsınız. Qoy sözümü deyim, Esi, bir dəqiqə qulaq as. Ondan sonra... Nə deyirsən, deyəcəksən. Sən mənə nə demişsən, düz demişsən. Haqlı demişsən, qəbul eləyirəm. Bacımsan, böyüyümsən, sən özümə böyük tutmuşam, bacı tutmuşam. Mən sən böyüyün hardan oluram? Ölənə qədər də sən mənim bacımsan. 68. Bəsdir yine. Bəsdir. Əsəbləşdim, onsuz da beynimə qan sızıb mənim. Ölürəm. Heç qan sızıbsa denəmir. Valla, tək sızılarsan, qan sızmazsan. Heylə bilirsən, heylə bil. Elə təksən məni heylə sağlam bil. Allah köməyin olsun. Allah balaları... Bəs ölürdün. O gün səndən ölürəm. Səsin çıxmır. Nə oldu Ceylan? Acılanmırsan. Bu deyək ağrı gəlib, bax buralarıma qolumu qaldıra bilmirəm. Heç görənmirəm. Çıxmışam, indi suyu vurmuşam. Çöldən səsini eşitdim, gəldi. Su vururdum, su gəlirdi. Neyiniyim, durub doldurmayım qablarımı. İndi gələrsən də gəlib görərsən nə gündə yaşayıram. Mən daha gəlmədim, yox. Gələsi olmadım. Sən dedin ölürəm, xəstəyəm, mən də dedim, məni necə Allahdır, ey dostlar, Allaha and olsun. Az yalan danışma, sən Allahdan Allah qənim olsun. Dayan, yaxşı danışlar eləmə. Ceylan, bəs sən ölürdün, nəfəs ala bilmirdin. Ölürəm, səsin çıxmırdı, mən 2 saatdan sonra görəm ki, sən canlılardasan. Yemək olardır sanki. Danışırsın, gəlib girirəm, neyniyim mən? Ne eləyim bəs? Gəlib girməyim canına. Gəldim, girdim də sənə cavab verirəm. Məni demirəm. Canlılarda yaxşı olsan dərd yaram. Qarqışlıysan. Nə oldu, səsin getdi? Ayıb deyil, ay Ceylan. Səsin hara getdi? Səsin hara getdi? Səsin buradadır, hara gedəcək? Eşitmirəm, səs gəlmir. Səs gəlmir, səs gəlmir. Səsim gəlir, dostlar. Hə, zəng gəlir, ala. Boşbəkər adamlar deyib, ezdim, sən Allah. Onu görə mən istəmirəm, canlım. Boynuna da almır, heç nəyi boynuna almır. Allah haqqı boynuna da almır, nəysə. Boynuna da almır heç nəyi. Yaxşı oyundur, yaxşı senaridir, yaxşı oyundur. Bu Ceylan özü xəstə adamdır. Heç yanda xəstə deyil daha onun. İnanmıram o xəstəliyinə mən daha. Mən də xəstəyəm, o da xəstə. Ay Esi. Gələcəm ora, qoy babatdaşıb gələcəm. Gəlmə. Gələcəm səni. Sən gəlib bilirsən də nə eləyəcəm, dayan. Gələcəm. Sən mənə gəlməsən də mən gələcəm sənə. Sən mənə qava bilmərsən qapı. Allah qıvat deyirlər ki,
Öpürəm səni, özündən müğayət ol, gedim o qabları doldurum, çənim deşilibdir, suyum qalmır. Gedim onları doldurum, gəlirəm. Deyirlər ki, Ceyranın evi, imarəti, Quran haqqı elə də şəraiti yox, elə də yazıq zülüm çəkir, qış deyir. Ay cəmaət, pul yığın, Aygünlə Ceyrana orada kəlzat düzəltdirin. Remont Lazımdır. edin evlərini. Qoyun arvadın pensiyası öz əlində qalsa, o pensiya öz əlində qalsa, o özünə baxar da. Öz əlində qalmır axı onun pensiyası. Mən yad insanam uje. Mən yoxam. Pul yığın, pul yığın. Pul yığın, pul yığın. Remont da eləyin evlərini. Kəndən zatdan da alın. Mən də yığacam. Onunla karam, mən də kart qoyacam bu dəqiqə. O gedim gətirim. Hayf ki, mənim nəyim yoxdur da. O şeydir, bankın nəyi gəlir, aç otur. Yoxdur. Sabah səhərdən qoyacam, qiymətli xanım, biz də qoyuruq. Hər halda bizə də yazığı gələn ağlayacam, oturub. Balon qoyun. Nə bilim ya. Mən də kartı atacam, indi görəcəm də qoyacam. Dilinə sağlıq, əqrəb. Mən də qoyacam valla. Valla Ceyranı qınyan, Ceyranın gününə düşsün, Qurana and olsun. Mən çox... Ceyran gününə nə olub, bax? Çox... Katar başında, təşəkkür, Allah sırala mən qulağımda, qəşəngənə. Həyatını yaşayır, sən yanında, nə olub ona? Yox, sən necədir? O həmişə deyirdi ki, Aygün bax, Aslan, Aygün bax, bu belədir, o elədir. Mən indi dərk edirəm ki, həqiqətən bu arvad düz deyirmiş. Ki, kimə çörək verdin, kimə qapı açdın, heç kim indi yoxdur əhatə özdə. Düz deyirmiş. Allah... Pensiyası yoxdur. Bu insanın nə var, dilində var. Daha pensiyasını əlində qoyurlar ki. Yazıq nə deyir, düz deyir də. Əsl anadır ki, uşağına görə hər şey eləyir. Uşağı nankor olsa da, pis olsa da, uşağı üçün yenə çapalayır. Yenə uşağım deyir, uşağım deyir. Ancaq el analar var da, uşağı aparıb atır, o yana atır, bu yana atır. Ağıl dəryasısan sən, Aygün. Ağıl dəryasıdır. Görürsünüz dostlar, ağıl dəryası. Ağıl dəryaları. Nəysə dostlar, nə bilim, vallahi Allah kömək olsun. Mən görmüşəm, evdə söz-söhbət olar. Adam evində həll eləyər də. Daha bu TikToklara çıxıb, burada çığırmaq, qışqırmaq, burada bir-birini təhqir eləmək olmaz da. Düzdür ya, yox. Zədəyim, salam, geçən. Roldur dostlar, heç şey eləməyin. Görün, baxaq, axırı nə olur. Bunun axırında bir şey var dostlar. Bunun axarında bir şeylər var. Bunlara kimsə ev təklif eləyib, şey eləyib. Bu evi də adını qoya bilmirlər ki, kimə versinlər, nətər versinlər, millət daşqalaq eləyər. Ona görə də bunlar oyuna giriblər, yazılıb, bu şey yazılıb bunlara. Başa düşdünüz? O hamısı deyir, bir 100 armudun 100 oyunu, ayının 100 oyunu bir armudun başındadır. Bir evin başındadır bunların, bax belə artistlikləri. Bir armudun başındadır. Oyun da əlbəttə oyundur. Mən boşanıb, mənim qızım da boşanıbdır. Mənim qızımın orada nə işi var, məsəl üçün? Heç kəsi olmasa belə, başını götürər gedərdi, orada nə işi var? Qurban senarini yazır. Qurban kimdir? Hamısı oyundur, hər şey oyundur. Oyun oynayırlar. Yaxşıdır, pul qazanmağın ən gözəl yoludur, ən asan yoludur. Vallahi. Əbləhlər, aptallar, axmaqlar, ay aptallar, ay əbləhlər, ay axmaqlar adama deyərlər. Kim məni pis bilir bilsin, cəhənnəmə kim bilsin. Mənim heç vecimə vallahi deyil dostlar.
Allah haqqı. Paxıl deyirlər, mən nəyini paxıllıq çəkəcəm? Şükür Allaha. Çox şükür ya Rəbbim, Allaha çox şükür. Jetonlar, burada pul dilənirlər, oradan jeton alırlar, ona buna hədiyyə atırlar. Ona görə də aptalsız, atmayın, geçsinlər, işləsinlər də, niyə işləmirlər? Feyre 200'lü sən, özün sən, bildin ya yox, nəyini 200'lük eləyib? Çiçək mənim adımı hallandırmasınlar, başa düşdün, ay çiçək. Buradan çıxıb, gəlib keçən illərim Xırdalanda qonaq getdiyi yerdə oturub bizdən danışıbdır. Mən bunun qabağına çay çörək qoyuram, ay balcım, bu gedir buradan çıxır, çölə çıxan kimi zəng eləyib danışır mənim dalımca. Nəyimi danışırsınız? Nəyinizi görüb danışırsınız? Ayıb deyilmi? Salam, Səma məncəsiz. Mən dedim, bəli, Ceyrana heç kəs heç nə deməsin, demişdim, əlbəttə demişdim. Heç kəs ona heç nə deməsin, demişdim. Oyundur, Kamı, əlbəttə ki, oyundur. Qulağımla eşitmişəm, bax qulağımla, söhbəti qulağımla da eşitmişəm. Bunlar oyun oynayırlar, bəs salam. Keyfimi pozmuram. Burada yazdılar, məsələn, mənə dedilər ki, gecə belə olub, hissəndim, başa düşdünüz. Çıxarda bilirəm, bilmirəm axı onu çıxarda, mən necə çıxardım. Pulu yığır, özlərinə yığır, cəhənnəmə yığsın. Mən o əbləhlər onsuz da verirlər. Aptallar, əbləhlər, axmaqlar, başdan xarablar. Keçən dəfə pul yığıldı, oradan gəldi bura, burada xəşlədi, təzədən qayıtdılar ora. Gedin ondan sonra pullarınızı o qədər, bax bu TikTokda o qədər xəstə uşaqlar var, o qədər xəstələr var, gedin onlara.